Kızlar, diyetamın bugün birinci günüdür və 2 yumurta bişirdim. Düzdür, duz istifadə edirəm. Hələ ki duzu kəsməmişəm. Pomidor, xiyar, bunları qaynanamla birlikdə yeyirdik deyə belə doğradım. Amma yəqin ki kalbasadan yesəm bir dilim yeyəcəm. Çünki bugün birinci gündür. Birdən-birə sərt formada başlamayım. Burada əslində qara çörəyim var mənim. Bir neçə dilim. Bundan da bir dilim yeyəcəm. Bunu da qaynanam mənim üçün qoyub ki, qızarmış çörəkdir. Bundan da ye, yəqin ki, amma yeməyəcəm. Belə burada xamadır. Bundan da biraz yeyərəm. Əslində bu diyetanı mənə ChatGPT hazırlayıb. İndi sizinlə də bölüşəcəm. Həm südü azaltmayan. Çünki mənə lazımdır ki, mənim südüm azalmasın. Əslində o mənə fərqli bir menyu vermişdi. Sadəcə evdə olan yulafı mən atdım. Çünki çoxdan da almışdıq onu. Bugün yenisini alacağım və sabahdan onun verdiyi bütün demək olar ki, menyunu özümə uyğunlaşdıraraq o cür qidalanacağam və bugünkü menyum da belədir. Əgər sizə maraqlıdırsa, məni izləyin daimi və birlikdə artıq kilolarımızı verək. A few moments later. Qızlar, çox təəssüf ki, mən bugün diyetaya başlamışdım, amma yoldaşım dedi ki, çay içməyə gedək və belə bir yerə gəldik. Buranın adı Diyas idi və Nərimanovda yerləşir. Bilmirəm, bəlkə də səhv tələffüz edirəm, amma adı belə yazılmışdı. Və mən sizə onu deyim ki, burada hər şey mükəmməl idi. Burada əsasən biz yedik sütlaç və bir də çiyələkli bilincik tortu, amma bilincik tortu super idi. Yəni həqiqətən də əgər yolunuz bu tərəflərə düşsə, mütləq gəlməyinizi məsləhət görürəm və bilincik tortundan yeməyinizi də məsləhət görürəm. Bundan sonra gəldim evə və bu formada yemək hazırlayıram. Əsasən bu lavaş aralarını mən yoldaşıma görə eləyirəm, çünki çox sevir. Əsasən də göyərtili olanını, ona görə də tez-tez çalışıram ki, bundan eləyim. Bunun həm də kartoflu olanı da çox dadlı olur. Sizə də məsləhət görürəm. Sadəcə göyərti və birazca da duz əlavə edirəm və başqa heç nə. Kənarda da belə təzə kartof var idi. Onu qızartdım. Sadəcə duz, istiot və sarı kök əlavə etdim və özü üçün orada qızardı. Mən də belə yeməklərimi tez-bazar hazırlamış oldum. Həm yeməyimi bişirim, həm də istəyirəm ki, sizinlə biraz söhbət edək. Bugün mənim işlərim biraz çoxdur. Burada mətbəxi yığışdıracağım, amma elə də dərinləməsinə bir təmizlik yox. Sadəcə üzdən bəzi işlərim var ki, onları həll eləməliyəm. Düzü heç halım yoxdur nəsə eləməyə, amma ki, yəni məcburam ki, bunları eləyim. Çünki davamlı şəkildə bir yeri təmizləmədiyim zaman ondan sonra daha da çox iş çıxır və buna görə də dedim elə işlərimi görüm, həm də sizinlə də söhbət eləyim. Mənə sizin fikirləriniz maraqlıdır. Hansı ki, siz mənim videolarıma baxırsınız, hansı videoları daha çox sevirsiniz və videolarımda nəyi daha çox görmək istəyərdiniz. Bu mənim üçün maraqlıdır. Qızlar, elə istədim sizinlə bunu da bölüşüm. Çünki bu haqda demək olar ki, danışmamışdıq. Mən belə şərhləri oxuyuram ki, məni izləyənlərin çoxusu yeni ana olmuş xanımlardır və buna görə də əgər hamilələr varsa məni izləyən, hələ də uşaq alış-verişini etməmişsə, körpə üçün alış-veriş, bu videoya diqqətlə baxın ki, mən sizə bir şey demək istəyirəm. Bizim koleskamız çox ağırdır. Yəni mən bunu tək düşürə bilmirəm. Biz 3-cü mərtəbədə yaşayırıq və 3-cü mərtəbədə bizdə lift yoxdur. Çünki köhnə binadır və bunu yəni ayrı-ayrı düşürmək də, yəni təsəvvür edin ki, nə qədər çətin olur. Çox ağırdır. Mənim sizə məsləhətim hər zaman alarkən keyfiyyət təbii ki, önəmlidir. Biz bunun keyfiyyətinə görə, həm də Alina qışda doğulmuşdu və bunun üzəri dəri olduğuna görə almışdıq. Baxın, gördüyünüz kimi dəridir. Bunun üstü də var, amma biz bunu qışda onsuz da çıxara bilmədik Alinanı çox. Yəni həftə sonları ancaq çıxara bildik. Çünki bu koleskanı biz, yəni mən özüm düşürə bilmirəm. Bu kız da imkan vermir mənə. Burada özü üçün oyun oynamağa çalışır.
Bunun səsini azaldaq və bir şey demək istəyirəm ki, çalışın yüngül kolyeskalardan alın. Çünki belə olduğu zaman istifadəsi çox çətin olur. Düzdür, bunun funksiyaları çoxdur, təkərləri çıxarıla bilir filan. Amma yəni bundan əlavə siz rahatlığına önəm verin ki, siz onu rahatlıqla qaldırıb daşıya biləcəksinizmi? Əgər evinizdə məsələn lift yoxdursa, yəni binanızda lift yoxdursa, yəni bu şeylərə də diqqət edin, mənim kimi yanılmayın. Bir də mən yataq almışdıq biz Alina üçün, Alinanın kravatı. Ondan da o qədər də razı deyiləm. Düzdür, yaxşıdır, bir müddətdən sonra bəlkə də yaxşı olacaq, amma körpə vaxtı üçün mənə heç uyğun olmadı. Çalışın ki, elə bir şey alın. Kənarları heç olmasa açıq olsun. O bəzi kravatlar var elə. Yəni kənarları açıq olsun, həm də yüngül olsun ki, siz öz kravatınızın yanına onu çəkə bilərsiniz rahatlıqla. Mən sırf buna görə Alinanı hələ də yanımda yatırıram ki, onun içini mən görə bilmirəm. Yəni gecə məsələn oyansam, belə baxmaq istəsəm, kravatın içini kənardan görə bilmirəm. Qızlar, hava çox belə sakitdir, həm də soyuqdur. Gündüz isti idi, düzdür. Amma indi biraz soyuqlaşıb. Bayaq yağış yağırdı, çox güclü yağış yağırdı. İndi belə sakitdir, təmiz havalar. Mən də buranı yığışdıracağım. Belə orada biraz qablar var, onları yuyacağım və bu otağı yığışdırıb artıq gedəcəm biraz istirahət eləməyə. Belə bu formada biraz dağınıqdır. İstəyirəm bu görüntünü biraz təmizləyim ki, səliqəli görüntü yaradım burada. Belə, başqa da elə bir işim yoxdur. Sadəcə bura səliqəli olsun ki, mən də rahat olum. Qızlar, siz ümumiyyətlə YouTube'da hansı kontenti daha çox sevirsiniz? Təmizlik videolarımı, yoxsa mənim çəkdiyim kimi normal ev vloglarımı? Mənim üçün bunlar maraqlıdır, yazsanız sevinərəm. Ümumiyyətlə mən də YouTube'da bir çox videoları izləyirəm və bir çox blogerlər mənim xoşuma gəlir. Onların danışığı, gördükləri işlər və elə insanlar var ki, onlar mənə motivasiya verir. Həm ev işlərində olsun, həm də digər sahələrdə. Qarşıma bir video çıxmışdı. Xanım blogerdir. Belə izləyicisi çox olsa da, çox dediyim təxmini 20.000 izləyicisi var idi. Amma videoları o qədər də izlənmirdi. Hətta mənim videolarım ondan daha çox izlənir. Belə deyərdim sizə. Amma başqa blogerin adından istifadə edib belə bir video çəkmişdi və həmin videosu çox izlənmişdi. Düzdür, mən belə şeylərə qarşıyam. Buna görə də mən yəni sizə açıq-açıq deyə bilərəm ki, bir çox, hətta bəlkə də sizin izləmədiyiniz blogerləri belə mən izləyirəm. Amma düzün desəm heç ağlıma gəlməyib ki, həmin blogerlərin adından istifadə edim və daha çox kütlə məni tanısın. Düzdür, həmin insan bu məqsədinə çatmışdı, amma məncə elə mənim kimi yavaş-yavaş mənim vloqlarıma baxmağı sevən insanların ətrafımda, kanalımda olması daha yaxşıdır. Bilmirəm, bu mənim düşüncəmdir. Bəlkə də elə onların etdiyi kimi etmək lazımdır, amma mən hələ ki belə düşünürəm və mənim fikirlərim elə də tez dəyişən deyil bu mövzuda. Çünki etsəydim, inanın ki, bu vloqları elə formada çəkərdim ki, həqiqətən də çox insan toplayardım, amma mən bunu həqiqətən istəmirəm. Təbii ki, istəyirəm daha çox insanlar olsun, daha çox abunə olsunlar, amma kimlərinsə adından istifadə edib burada izləyici yığmaq mənə lazım deyil. Çünki mən bir müddətdən sonra yenə özüm kimi olduğum zaman o insanlar onsuz da abunəlikdən çıxıb gedəcəklər və onlara mənim artıq videolarım maraqlı gəlməyəcək. Mənim məqsədim sadəcə məni tanıyıb insanların sevməsidir və bu günlərdə belə bir şey fikirləşirəm ki, səhifəm 10.000, 15.000 olduqdan sonra bəlkə elə sizə üzümü də göstərdim və tam rahat bir şəkildə videoları çəkdim. Çünki üz göstərmədən videoları çəkmək həqiqətən də çox çətindir. Onsuz da videoları çəkmək çətindir, vlog hazırlamaq çətin bir işdir, amma təsəvvür edin ki, biz ev işi gördüyümüz zaman onsuz da yoruluruq və bir yandan da bunu kameraya çəkmək və kameranın biz o qədər xırda şeyləri var ki, kameranın yönünü düzgün seçmək lazımdır. Yəni orada xoşa gəlməz hər hansı bir şey olmamalıdır. Hələ də siz üzünüzü göstərmirsinizsə, bu daha da çətinləşir. Çünki
mən elə videolar olub ki, çəkmişəm, üzüm çox aydın şəkildə düşüb və buna görə də həmin videonu istifadə etməmişəm. Buna görə də bu mənim üçün biraz çətindir, amma gələcəyinə niyə də olmasın ki, mən də üzümü göstərməyim. İnşallah ki, bunu yəqin ki, sizinlə birlikdə edəcəyik. Siz də əgər bu kanalda qalsaz, bunları görəcəksiniz və bunu əslində bəlkə də sizə belə fikirləşərsiniz ki, yəni abunənin nə önəmi var? Amma bu həqiqətən önəmlidir. Əgər mən vloq çəkirəmsə və insanlar təbii ki, bunu izləyirlər, mən vloqlarımın izlənməsindən hal-hazırda razıyam. Yenə də istəyirəm ki, daha çox insan cəlb edim kanalıma və inanın hər videodan mən baxıram nə qədər abunə gəlib və çox olduğu zaman o qədər sevinirəm. Daha həvəslə vloqlar hazırlamağa başlayıram. Yəni bu həqiqətən də mənim üçün siz yəni düşünün ki, nə qədər önəmlidir. Amma uğursuz bir vloq alındığı zaman, insanlar tərəfindən çox bəyənilmədiyi zaman təbii ki, həvəsdən düşürəm, amma bir müddətdən sonra vəziyyəti düzəltmək üçün daha da yaxşı işlər ortaya çıxarmağa çalışıram. Bilirsiniz, uşaqla, bir də ailə ilə qaldığımız zaman bu vloqları çəkib ortaya çıxarmaq o qədər də rahat olmur. Həm siz üzünüzü göstərmirsiniz, təsəvvür edin, həm siz evdə tək deyilsiniz, o qədər insan var, həm bir yandan da uşağınız var və videoları çəkib vloq halında paylaşmaq çətinləşir. Yəni mən hələ sizə səs yazmanı, üstündən səsləndirməni filan bunları yəni demirəm. Buna görə də sizin dəstəyiniz mənim üçün hər zaman dediyim kimi önəmlidir. Mən bunu boşu-boşuna demirəm. Hər zaman açıqlamasını vermirəm, düzdür? Amma istədim ki, bu videoda da, bu vloqda da sizə bunun açıqlamasını verim ki, mən sizdən niyə daha çox abunə olmağınızı istəyirəm. Çünki YouTube-da belə bir şey var ki, abunəçi sayı artdıqca, izləyicilər artdıqca sizi daha da önə çıxarır və təsəvvür edin ki, bu mənim üçün nə qədər həvəsləndirici bir şey olur. Çünki YouTube-dan qazanc onsuz da, yəni o qədər də çox deyil. Yəni qəpik quruş da demək ola bilər buna. Düzdür, yəni deyə bilərsiniz ki, narazısansa niyə də davam edirsən? Amma yəni mən narazı deyiləm. Bilirəm ki, bir gün vəziyyət dəyişəcək və bunun üçün çalışıram. Yəni bu yolda da həqiqətən də insana dəstək olan insanların ətrafında olması çox vacibdir. Təbii ki, indi deyə bilərsiniz ki, sənə niyə dəstək olaq? Bunu da, bu sualı da verə bilərsiniz öz-özünüzə. Baxın, mən bir psixoloq kimi deyim ki, həyatda, öz ailənizdə də, ümumiyyətlə hər yerdə də balansı qorumaq lazımdır. Əgər bir insanın videolarından hər hansı bir şeydə, kiçik bir şeydə öyrəndinizsə, bu balansı necə qoruya bilərsiniz? Ya bir şərh yaza bilərsiniz, gözəl bir şərh ki, məsələn, mən sənin vloqundan filan şeyi öyrəndim. Ya da ümumiyyətlə kanalda bəzi videolara baxdıqdan sonra sizin ağlınıza yeni bir ideya gələ bilər. Siz nəyəsə həvəslənə bilərsiniz və buna görə də balansı qorumaq üçün abunə olmağınız məsələn möhtəşəm bir şey olar. Siz həm həyatınızdakı balansı qorumuş olarsınız, həm də mənə də sizin çox faydanız dəyə bilər. Yəni buna görə əgər sizin üçün də problem yoxdursa, kanalımı xoşlayırsınızsa, videolarımı sevərək izləyirsinizsə, məncə sizin üçün kanalıma abunə olmaq elə də çətin olmaz. Bu vloqda belə düzdür, mən mənfi şeylər danışmaq istəmirəm. Bayaqki mövzunu açmağımdakı məqsədim də ondan ibarət idi ki, yəni mənə bilsiz xoş olmadı həmin insanın vloqunda başqa blogerdən danışması və əslində özü onu təqlid edir, özü ona simpatiya bəsləyir, amma bunu başqa cür göstərir. Düzdür, heç bir pis bir şey demir, amma yəni mənə nəsə xoş gəlmədi bu hal. Təbii ki, hər hansı bir blogeri izləyib ondan nələrsə yaxşı bir şeylər götürmək olar. Mən özüm də belə edirəm və sizə də məsləhət görürəm. Çünki bu nə ayıb bir şey deyil, nə də pis bir şey deyil. Amma həmin insanlardan istifadə edərək qabağa getməyi də heç vaxt düşünmərəm. Təbii ki, gələcəkdə hər hansı bir blogerlə görüşə bilərəm, ya danışa bilərəm, ya dostluq qura bilərəm, amma istəmirəm ki, həmin insanın adından indi istifadə edib tanınım. Yəni fikirlərim bu qədərdir. Siz də öz fikirlərinizi bölüşərsiniz.
Dostlar, hal-hazırda yoldaşım üçün işə aparmağa 3 cür konfetim var və bunları qarışdıracağım. Ondan sonra bundan ayırıb belə yoldaşım üçün qoyacağım ki, sabah işə gedəndə o da özü ilə aparsın çayla içməyə. İndi gəlin birlikdə qarışdıraq. Buradakılar yoldaşımın sevdiyi konfetlərdir və bunları məncə ayrı-ayrı qoymaq yerinə elə birləşdirib qoymaq daha yaxşıdır.